Sadəcə 2 ərzaqla evdə qatlaşdırılmış süd hazırlaya biləcəyinizi bilirdiniz. Mən kənddə yaşayıram. Çalışıram ki, bu formalı qidaları evdə əlimin altında olan ərzaqlarla rahatlıqla hazırlaya bilim. Hazırlanması olduqca sadədir. Tərkibindəki ərzaqlar da demək olar ki, bir çox evlərdə olan ərzaqlardır. Ərzaqların miqdarını və adını videonun alt mətnində qeyd edəcəm. Siz isə bu videonu yaddaşa verin ki, resept hər zaman əlinizin altında olsun. Keçək hazırlanmasına. İri bir qazana süd və şəkəri əlavə edərək kürənin üstünə qoyuram. Kürənin odunu itəydirəm ki, qarışım tez sürətli qaynamağa düşsün. Budur, artıq bu formada qaynayıb qarışırsa, köpüklənirsə demək olar ki, hazır olmuş vəziyyətdədir. Yoxlamaq üçün taxta qaşığa barmağımızla çizik atırıq. Əgər bu çizik birləşmirsə, demək artıq qatlaşdırılmış südümüz hazırdır. Hazır olmuş qarışımı süzgəclə süzüb soyumaq üçün kənara qoyuruq və üzərini streslə örtürük. Tam soyuduqdan sonra isə bu formada blenderləyirik. Və budur, ev usulü ləzzətli qatlaşdırılmış südümüz artıq hazırdır. İnanın ki, mağazadan alınmalardan qətiyyən fərqlənmir, hətta ləzzətdən onlardan qat-qat üstündür. Siz də evdə rahatlıqla bunu hazırlayıb istənilən şirniyyatlarda istifadə edə bilərsiniz. Belə formalı reseptlər və kənd həyatı sizə maraqlıdırsa, səhifəmi izləməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.